Deməli, dünən baş verən hadisə hər kəsə məlumdur. Böyük bir müzakirələr gedir. Və dünəndən əsaslı olaraq mənə bir-iki nəfər göndərib. Düzdür, mən fake profillərlə gələn heç nəyə inanmıram. Bugün manşet az, ölən oğlanın anasının səs yazısını yayıb. Gəlin bir səs yazını dinləyək. Sonra da mən bir-iki dənə öz fikirlərimi bildirəcəyim burada. Niye başa düşmesin? Kız oraya aparmayıp, o kızı aparmayıp, kız onu oraya aparıp, onu kız oraya aparıp, kız onu hiç isterim. Kız uşakları da gönderip ki siz gidin gelsin ben balama oyun kurdular. Kıza hiçbir şey olmuyor. Kız bugün öz ayağıyla Kestekada'dan geldi benim evimde. Ben balam bir soğuk olmuyor. Balam hiç gibi pislik yemeyin bana uşaklar ne olur. Öyle demeyin bana. Benim yüreğim patlıyor. Ağlama dedi kurban olam sen. Adam niye yalan danışırlar yüreğim patlıyor adam ama bana değil ki Tamam benim dedi kurban olam öyle sen. değil. Hamı tanıyor o hamı tanıyor. Ben balam bir soğuk Ağlama olmuyor. dedi, Balam hiç kurban gibi olam pislik yemeyin bana uşaklar ne olur. Öyle demeyin bana. Benim yüreğim patlıyor. Ağlama dedi kurban olam sen. Adam niye yalan danışırlar yüreğim patlıyor adam ama bana değil ki Tamam dedi kurban adam olam öyle sen. değil. Deməli, o ölən oğlanın anasının sözündən belə çıxır ki, 14 yaşında qız, 19 yaşında oğlanı içirdib. Yəni, qızda bir fərasətə baxın və deyir ki, hətta o evdə deməli başqa insan, uşaqlar da olublar və qız onları yola salıb ki, gedin biraz gəzin, biz burada çiməcəyik ya da biz burada neyniyəcəyik bilmirəm. Deməli, ananın bu əhvalatdan, bu hadisədən xəbəri var. Bu qızla oğlanın olan münasibətindən xəbəri var. Niyə görə o hadisədə ölümdən qabaq iştirak edənlər tapılmırlar? Mən əminəm ki, bu oğlanın qəbrinin üstündə bir 10 nəfər şəkil paylaşıb. Bunların bir neçəsi də o həmən hadisədə o evdə olub. Və onlar bilməlidirlər ki, burada nə baş verib. İnanın ki, bəlkə də orada narkotikdən də istifadə ediblər. Ola bilər. Mən indi bu fərziyyə də deyirəm. Ana deyir ki, mənim oğlumun başına oyun gətirdilər. Niyə gətirdilər? Sizin oğlunuzun niyə görə bu hadisədə ölməyini kimsə istəyərdi? Və bir neçə nəfər də TikTokda hətta gördüm yazıb ki, bu oğlanın bir neçə il bundan qabaq bir qızla bir əxlaqsız videosu da çıxmışdı. Aynen sizin oğlunuz qəhrəman olmayıb. Sizin oğlunuzun ölümü də biabırçı ölümdür. Yəni, başa düşürsünüz, indi deyirsiniz, indi biri çıxacaq burada, bilirəm. Öz bacısına söz deyə bilməyən çıxıb deyəcək, kişidir də, qızla gedib nəsə olub və 14 yaşında qız, əgər sizin evinizə yasa gəlibsə, deməli, siz bu qızı tanıyırsınız. Bu qızla münasibətiniz var. Deməli, siz oğlunuza icazə vermişsiniz ki, bu qızla münasibətdə olsun və belə hallarda bu valideynlər məncə cəza çəkməlidirlər. Çünki bu valideynlər vaxtında əgər siz evladınızla bacarmırsınızsa, buna görə dövlət var, polis var, gedərdiniz qızdan şikayət edərdiniz ki, mənim oğlumu yoldan çıxardır, mənim oğlumun 19 yaşı var, 14 yaşında qız mənim oğlumu görün yoldan çıxardır, nə bilim falan şey edir. Valideynlər burada ən böyük günahkardılar. Və mən bildiyimə görə bu oğlan heç öz evində valideynləri ilə yaşamırdı. İndi niyə ağlayırsanam? Əgər evladınız sizinlə bir yerdə qalmırmış, bir evdə yaşamırmış. Və düşünürəm ki, adiyyəti qurumlar bu oğlanın dostları var, hansılar ki, videoları yayıldılar. Hər birisi yoxlanmalıdır. Çünki bunların hər birisinin mütləq də ki, bəlkəmdə 14, 13, 15 yaşında qurbanlıq qızları var və bunlar araşdırılmalıdır ki, belə hadisələrin qabağı alınmalıdır. Bu mənim subyektiv fikrimdir.